Bu gün xalq artisti Röya Ayxanın doğum günüdür. Olay yazır ki, səhnəmizin lirika kraliçası 44-cü yaşını qeyd edir. 2000-ci illərdən günümüzə qədər yüzlərlə hitə imza atan və bu gün də yeni fərqli layihələr təqdim etməyə davam edən estrada ulduzu ad gününü səhnədə qarşılayıb. Dünən axşamdan etibarən təbriklər almağa başlayan sənətçiyə ailəsi, dostları və komandası sürprizlər hazırlayıb. Röya Ayxana həmçinin Mədəniyyət naziri Adil Kərimli tərəfindən təbrik məktubu göndərilib.